2, 1. Bugün uzun aradan sonra yenə bir AMG incələməsi çəkməyə gəlmişik, bir Mercedes incələməsi çəkməyə gəlmişik. Amma bu dəfə V8'li AMG deyil, sıralı 6 silindirli Y53 AMG modelinin incələməsini çəkməyə gəlmişik. Hər kəsə salam, bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə, bəli, nəhayət Ümid ilə birgə Mercedes-Benz Y53 AMG incələməsi çəkirik. Mercedes-Benz W213 gövdəsi. Y-Class-ın 5-ci nəslidir bu avtomobil. 11 yanvar 2016-cı ildə təqdim olunmuşdur. Sələfi olan W212 gövdəsinə nisbətdə qabaritləri biraz daha artmışdır, dizaynı belə daha fərqli olmuşdur. Ümumilikdə 213 Y-Class gövdəsi həmin ildə olan W222 S-Class, W205 C-Class avtomobilləri ilə bir-birinə bənzəyirdi. Bu, Mercedes-in F800 dizayn xəttinə uyğun idi. Şirkətin həmin illərdəki dizayn tərzi avtomobillərini bir-birinə bənzər etməyi idi. Bu arada sizə belə bir məlumat da verim. 213 gövdəsinin yalnız Çin bazarı üçün olan long versiyası da var. V213 olaraq adlanır o. Mən ümumilikdə araşdırmalarda görürəm ki, məsələn BMW-nin də G20 modelidir, F10 modelidir. O modellərində Çin bazarı üçün olan xüsusi long versiyaları var. Necə ki, bu 213 gövdəsinin də. O gövdə ilə Çindəcə istehsal olunur, Çin daxilində satılır. Azərbaycanda inanmıram olsun, varsa da bir dənədir. Məsələn, F10-un longu var imiş Azərbaycanda bir dənə. Başqa sayda bilmirəm, bir dənə qara rəngdə F10 long versiyada var. F800 dizayn xəttinə geri qayıtsaq biz, ümumilikdə W212 gövdəsində də həmin F800 dizayn stilistikasında biraz tanışlıq, biraz xəttlər var. Ona görə də 212 ilə 213 gövdəsinin biraz ortaq dizayn xüsusiyyətləri var. 213 gövdəsi isə 2020-ci ildə restyling görür. Bugün bizim incələməmizdə olan avtomobil isə 2021-ci il istehsalı, dediyimiz kimi Y53 AMG modelidir. İndi Y53 nədir falan, bunlar barədə biraz sonra danışacağıq. Ona kimi restylingdə olmuş dəyişikliklərdən bəhs edeyim sizə. İlk öncə xaricindən danışaq, interyerə keçəndə interyerdə olan dəyişikliklərdən bəhs edəcəm. Restyling zamanı 213 gövdəsində xaricdən olan dəyişikliklərdən bəhs etsək, yenilənmiş ön faralar, özdə bizim avtomobilimizin faraları multibin faralarda, bahalı söhbətdir. Ön bufer yeniləndi, yeni ön radiator barmaqlığı, arxasına və yanına doğru keçsək, yan tərəfə gələndə bizim burada qəşəng disklərimiz var. Ümumiyyətlə, indi söz arası sizə deyim, Azərbaycanda olan ən pasatkalı Y-Classlardan biridir. Deyilənə görə bu disklərin Azərbaycanda ikinci bir tayı yoxdur hələ ki. Yəni, bu avtomobildə də qəşəng oturub buna. Biz bayaq çəkilişə gələndə görürük bunun çöldə sürərkən görünüşünü falan, yəni öz sözünü deyir. Restyling zamanı arxa görünüşümüzdə də olan dəyişikliklər, yenilənmiş arxa stoplar, yenilənmiş arxa bufer və burada da AMG modeli olduğu üçün 4 dənə yumru tipajda qılışıklə çıxışlarımız var. Ümumiyyətlə, mən normalda Mercedes-də yumru çıxış sevən deyiləm. Yəni, Mercedes deyəndə mənim ağlıma kvadrat nasatkalar gəlir. Yumru çıxış BMW-nin Audi-nin stilistikasıdır mənə görə. Dorest modelində də bunun belə qəşəng stopları var idi. Ümumiyyətlə, Dorest 213-də gözəldir, restylingdə. Yəni, adamlar iki modeli də gözəl eləyiblər. Belə seçim etməkdə biraz çətinlik çəkir adam. W213 gövdəsi sələfinə nisbətdə 2 mm daha dar, 6 mm daha alçaq alınmışdır. Avtomobilin gövdəsində alüminium və polad materiallardan istifadə olunaraq avtomobilin çəkisi sələfindən 70-100 kilo daha yüngül alınmışdır. Yəni, 70-100 kilo. Ümumilikdə 213 gövdəsi çıxanda bir çox mühərrik modifikasiyaları ilə, bir çox sürücüyə kömək assistentləri ilə təchiz olunmuş bir model. Yəni, texnoloji yeniliklər çox olmuşdu. İndi bütün bunları bir kənara qoyub AMG modifikasiyalarından bəhs etsək, İlk öncə Y43 AMG modifikasiyasından bəhs edirik. Bugün ümumiyyətlə 63 və 63S modifikasiyasından o qədər bəhs eləməyəcəyik. Qismət olarsa bir gün bunun 63 və ya 63S modelini çəkəndə
Onun haqqında ətraflı danışarıq. Bugün qısa konkret bir dənə Y43 haqqında danışırıq. Çünki Y43 ləğv olunandan sonra Y53 modeli efirə gəlir. Əsas mövzumuz da Y53-dür. Deməli, Y43 modeli V şəkilli 6 silindrli biturbo mühərriklə təchiz olunmuşdur. 401 at gücü və 521 Nm hasil edir. 0-dan 100-ə 4.6 saniyə sürətlənirdi. Daha sonra isə 2018-ci ildə Y43 modeli sıradan çıxarılır, əvəzinə Y53 modeli gəlir. Sıralı 6 silindrli mühərriklə təbii ki, o barədə birazdan ətraflı məlumat verəcəm. Y43 modeli xəttdən çıxarılanda sıralı 6 silindrli Y53 və sıralı 4 silindrli Y300 modeli arasında çox boşluq olmasın deyə ora bir dənə Y400 modeli əlavə edirlər. Daha sonradan onun adı Y450 olur. Elə V6 mühərriklədir. Keçək biz mühərrikxanamızı açaq. Bu avtomobilin mühərrikindən danışaq, ətraflı məlumat verim sizə. 3 litrli 6 silindrli M256Y30 DEHLAG mühərrikin koduna basən. O təbii ki, o bütün uzatmaların hamısının açılışını verəcəm sizə, uzun-uzun gedirik hissələr. Onların açılışından bəhs eləyəcəyik. Bu dəqiqə mühərrikimizdən bəhs eləsək, sıralı 6 silindrli qəşəng bir mühərrikimiz var. V6 M276 mühərrikin əvəzinə gəlmiş bir mühərrikdir. Qısa konkret bu dəqiqə problemlərindən bəhs eləsək, heç bir problemi yoxdur. Bu qədər. Yəni, yeni mühərrikdə ona görə hələ ki bir elə güclü problemi ortaya çıxmayıb. Yəni, ciddi heç nə yoxdur. Bu arada bu mühərrikdə 48 voltluq mild hibrid texnologiyası var. İnteqrə olunmuş starter generator. O ona belə elektroboost verir start zamanı. 21 at gücü və 250 Nm tork verir bizə yerindən başlamalarda falan. Starter generator və elektroboostla birlikdə elektrokompressor deyək də, daha hamar keçirmələr, gücün belə daha hamar formada ötürülməsi təmin olunur. Avtomobilin yəni yürüyüşü daha qəşəng olur. Həm də ki benzin tərəfindən də biraz daha ekonom olur bizim avtomobilimiz. 2017-ci il Y-Class modelinin mühərrik çeşidi böyük yenilənməyə məruz qalmışdır. Əsas dəyişikliklərdən biri əvvəlki V6 mühərriklərdən imtina edilərək sıralı 6 silindrli mühərriklərə keçid olunmasıdır. Əsas məsələ at gücü nə qədərdir soruşsaz, 435 PS, 429 horsepower dəyərində və 521 Nm tork. Avtomobilimizin 0-dan 100 km-ə qədər sürətlənməsi hardasa 4.5-4.4 saniyə kimi rəqəmlərdədir. Bu avtomobildə təəssüf ki, çox təəssüf ki, launch kontrolumuz yoxdur bizim. Yəni o olsa daha ideal olardı. Dragi vasitəsilə bu dəqiqə 0-dan 10-a qədər bir dənə sürətlənmə testi eləyəcəyik. Deməli 0-dan 10-a qədər bu dəqiqə sürətlənməmizi eləyirik. Qoy arxada gələn maşın keçsin. Qalxaq. On kilometr. 14. 16. 18 kilometri gördük. Və belə bir şey deyim, avtomobil basıq olduğuna görə sürətdə çox yerlənir. Hə, 5.08 bu arada. Təsdiqlənmiş 5.08 saniyəmiz, yəni 5.1 deyə bilərik də biz buna. 5.1 saniyəmiz var. Belə nəzər yetirsək, yaxşı göstəricidir. Salonda 3 nəfər var, zavod göstərici 4.5 saniyədir. Avtomobilin indi biraz da aşağı basıldığını nəzərə alanda bir balaca yumşaqlığı itib, yəni təsir edir hər şey buna. Yəni də qəşəng göstəricidir. 0-dan 60-a baxım görüm neçə saniyə gəldi? 0-dan 60-a 2.48. 2.48 saniyə. Bu avtomobilin yerindən qalxana bilmirəm, siz hiss elədinizmi? Amma mən onu hiss elədim. Burada dediyim o elektroboostu var bunun, elektrokompressoru var axı. Bu dəqiqə məsələn şarjı gedir, elektrokompressorun şarjı gedir. Priborda da bizə göstərir ki, orada şarjı gedir deyə. Normalda ideal 0-10 sürətlənməsi üçün hal-hazırda avtomobildə 95 oktanlı benzindir. 98 olsa daha yaxşı olardı. Plus salonu maksimum dərəcədə sərnişinlərdən boşaltmaq lazım. Sadəcə mən uşaqları bu dəqiqə düşürsəm, onlar soyuqdan donacaqlar burada. Ona görə elə eləmirik. Yenidən bir test eləyəcəyik. Bu arada sizə maraqlı bir şey deyim. Bizim avtomobilimiz Formatic Plus-dur. Yəni lazım ona 4 çəkər sistemdə qoşulur bunda avtomatik olaraq. Nəysə, sözü uzatmadan yeni avtomobil full sport rejimdədir. Çəki boşaltmalıyıq, biz çəki azaltmalıyıq. Arxadaya maşınlar keçsin, sürətlənməmizi yoxlayaq. Bu arada sükan idarə etməsi qəşəngdir. Yarpaqların hissiyatı gözəldir. Hayf ki, launch kontrol yoxdur. On kilometr, 12, 13, 15, 16.
Nəyi bəyəndim? Stabil gedir. Bayağı 5.08 getmişdi. Avtomobilin nəyə gözəl? Bayağı salonda eyni adamlardır, eyni çəki, avtomobil stabil gedir. Yəni bu rəqəm dəyişikliyi göstərmədi. 5.1, 5.2 və ya artma olmadı. Stabil gedir. Belə düşünürəm ki, biz avtomobildə yükü azaltsaq, hardasa 4.7, 4.8-i biz bu dəqiqə görəcəyik. Qəşəng göstəricilər, yəni 5 saniyə yenə də 4-5 deyilir, 5 gedir, yetərlidir. Yerindən qalxandakı hissiyat qəşəngdir. Mən onu bəyəndim. Yəni qəşəng mühərrikdir. BMW ilə rəqibini desək, Y53 modeli əslində BMW-nin M550 modeli ilə rəqib olur. Orada da M550 C30-da da var V8 N63 B44 mühərriki. 540 ilə də müqayisə eləsək, mənə desəz B58 mi, M256 mı? Yəqin ki B58 deyərəm. Yəni B58 babadır. Günümüzün ceyzədidir. Amma qəti sürətlə bu mühərriki pisləmirəm. Ümumi yəni 213 gövdəsi və 213 gövdəsi Mercedes-in yeni MRA Modular Rear Wheel Drive arxitektura platformasının üstündə qorulmuş bir avtomobildir. Mühərrik də gördüyünüz kimi tək turbolu, dediyimiz kimi 48 voltluq mild hibrid inteqrə edilmiş starter generatorlu bir mühərrikdir. Əllərim üşüyür, ona görə burada dayanmışam dəqiqə. Zarafat, mən düşünürdüm ki, Y53 AMG model o qədər də belə gözəl gedən. Mən bu maşına barmaq arası baxmışam bir xeyli müddət. Mən deyirdim ki, yəni Y63 ola Y53 nədir? Amma indi getməyini görürəm, həqiqətən qəşəng gedir. Yəni orta büdcəli, orta AMG modeli olaraq gözəl bir seçimdir. Həqiqətən bu dəqiqə xoşuma gəlir. DEH, ELA və GR indekslərinin mənalarından bəhs eləsək, DEH birbaşa injektorlu hibrid olduğunu göstərir. ELA hava yüklənməsi, yəni turbo və e-booster ilə təchiz edilmiş olduğunu, GR və ya G də təsdiqlənmiş, azaldılmış emissiya, yəni ekoloji normalara uyğun təkmilləşdirmələr olduğunu göstərir. Ümumilikdə orta səviyyəli AMG modellərinin istehsalatının daha çox olduğuna görə Mercedes-də bizim sevdiyimiz bir adam, bir mühərrik sistemi bu mühərriklərdə uyğunlanmır, bunlarda istifadə olunmur. Bu mühərriklər konveyor üsulu ilə istehsal olunan mühərriklərdir. Robot və insan köməyi ilə belə deyək. Resursundan bəhs eləsək, hardasa 250-300 min kilometrlərə yaxın və daha üstü də ola bilər təbii ki də. Sizin bu avtomobili doğru şəkildə eksploatasiya eləmənizə görə dəyişəcək. Yaxşı sürsəz, yaxşı vaxtı-vaxtda qulluğunu eləsəz, sizin resursunuz yetəri qədər olacaq. Bu avtomobildə sürətlər qutumuzda AMG Speedshift TCT 9G sürətlər qutusudur. Yəni 9G Tronic sürətlər qutusudur. Bu sürətlər qutusuna biraz AMG tərəfindən əlavə ayarlamalar belə barmaq olunubdur deyək. 213 modellərində baza olaraq 9G Tronic sürətlər qutusu gəlir. Sadəcə 2018-ci ilə qədər səhv eləmirəmsə, Y200 modelini siz mexanik olaraq da ala bilirdiniz. Sonradan 9G Tronic-i onda da standart opsiya olaraq saxladılar. Mənim Mercedes-lərdə bəyənmədiyim şey nədir? Sürətlər qutusudur. Bu avtomobillərin sürətlər qutusunu bəyənmirəm mən. Keçirmələrdə gecikirlər. Yenə 63, 53 modellərində gələn 9G Tronic-in belə AMG tərəfindən modifikasiya olunmuş versiyası yaxşıdır. Orada artıq keçirmələr də daha çevikdir. Sürətlər qutusu o qədər də çox düşünmür. Başqa aləmdə, amma təsəvvür edin siz bu mühərriklə məsələn ZF olsaydı, 63 modellərində ZF olsa və ya hər hansı bir 7 pilləli 2 muftalı sürətlər qutusu olsa, o maşınlarda görün nə edirdi. Sürətlər qutusu da həqiqətən AMG-nin toxunuşları olduğunu hiss elətdirir. O keçirmələr daha səlisdir və bundan əlavə də pillələri dəyişəndə, yəni biz dibləyəndə çox da mən o yoxlayacağam bu dəqiqə fikirləşməyini. Hətta bu dəqiqə 7-ci peredajda hərəkət edirik. Cüzi qaz verəcəyik, görək yerindən götürməyi necə fikirləşəcək. Bax, qazı verdik, atdı 4, 3. Yəni gözəl sürətdəndir. Və 2017-ci ildə M254 D16 LA olmalıdır mühərrikin kodu. Bir sıra bazarlar üçün kiçik həcmli Y180 modeli satışa çıxır. Misir, Filippin, Türkiyə kimi ölkələr üçün belə mühərriklə də 213 gövdəsində olan modellərə rast gələ bilirsiniz. Yəni Y180 modeli. Kupe və kabriolet modelində yeganə AMG modeli Y53-dür. Yəni Y63 kupe və ya Y63 kabriolet yoxdur. Və 2022-ci ildə Mercedes AMG tərəfindən belə deyək V8 mühərriklə sağollaşma, sonuncu Y63 ilə sağollaşma üçün Y63 S AMG Final Edition buraxırlar. 999 ədəd sayla buraxılmış Y63 S modelidir. Ölkəmizdə səhv eləmirəmsə bir dənə o restyling modeldən var.
yəni Final Edition-dan bəhs edirəm. Ondan var bir dənə. Qismət olarsa bir gün incələməsini çəkmək istəyərəm. Yəni onun incələməsində də 63 və 63S AMG haqqında sizə ətraflı məlumat verərdim. Avtomobilimizin xarici parametrlərini də nəzərə yetirsək, uzunluğu 4952, eni 1852, hündürlüyü də 1460 kimi bir rəqəmlərdədir. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerlərdə çıxacaq. Disk təkər parametrlərimizə gəlsək, 245-35 R20 parametrində təkərlərimiz var. Disklərimiz də ki, VF Wheels tərəfindəndir. Forged Kovan'a dediyimiz disklərdəndir. Təəssüf ki, çəkisini bilmirik. Arxa təkərimizin də parametrlərinə nəzər yetirsək, 275-30 R20. Ümumiyyətlə Azərbaycanda olan dediyim kimi ən belə pasatqalı Y-klasslardan biridir. Belə qəşəng fitmentlə səliqəli oturub. Görünüşü qəşəngdir. Bizim avtomobilimiz də biraz alçaqdır. Tullana gedirik. Yelləyir bizi. Hal-hazırda avtomobilimiz tam sport rejimindədir, individual modundadır. Avtomobil sahibi bunu individual modda idarə edir. Və xeyli də alçaq da ümid. Səsi qəşəngdir. Bu dəqiqə ümumilikdə biz egzozumuzu açıb bağlaya bilərik, səsini azalda və ya artıra bilərik öz komfortumuza uyğun şəkildə necə istəyiriksə. Lipstokları qəşəng moşnudur, qəşəng böyükdülər. Sükan özü ümumiyyətlə belə massiv, güzgülər massiv, sükan massiv. Bizim qəşəng burble'larımız var, belə sonda partlamalarımız da var, özünə məxsus. Çox minimalistik gəlir. Bu arada, pillələri keçirəndə də qəşəngcə keçiririk. BMW-lərdə öyrəşdiyimiz, sevdiyimiz pillə keçirəndə gələn səslər burada da vardı. Yəni o sürətlər qutusunun səsi əlavə emosiya qatır adama. Amma ki, belə deyim də, bu avtomobil alçaqdır. Siz bundan çox sürətlə döngəyə falan girməyə çəkinirsiniz. Avtomobilimizin baqaj həcmi haqqında danışsaq, baqajımız 540 litr həcmindədir. Buradan belə qəşəng. Burada bir dənə çıxıntımız var, qalxır yuxarı. Onun dışında qəşəng baqajdır. Həm bilirsən, düzdür, maşın aşağı deyə yük qoymağa yeri də aşağıdır bunun. Ümumi eni də qəşəngdir. Həcmini də artırmaq istəsəz, burada arxa oturacaqları yatdırıb artıra bilərsiniz. Klassik olaraq kruçoklarımız və setka yeri. Baqajımızda çox bir şey yoxdur. Bağlamaq üçün də burada bir dənə düyməni basırsınız, bağlanır, gedir. Hal-hazırda egzoz sistemimiz hazır istehsalandan sizə avtomobilimizin səsini də dinlədim. Göndər gəlsin. Yəni görürsünüz, sürüşdə bu arada daha çox səs eşidirsiniz. Yəni sürüşdə səs daha fərqlidir. Abarotlar yuxarı, partlamalar başqa, qəşəng atır. Amma yerində dayananda yəni çox bir səsi yoxdur. Avtomobil müəyyən qədər sakit avtomobildir. İnteriyer bölümünə gəlsək, interyerdə hal-hazırda əyləşdik. Bu arada avtomobilimizdə plisosları var. Onu da sizə demonstrasiya eləyək. Yavaşca gətirdik. Çık səliqəli formda dartır. Burada arxa pərdəmizi görürsünüz və avtomobilimizin audio sistemi Burmeisterə məxsus 3D audio sistemimiz var bizim. O qapılardakı dinamiklər belə fırlanıb qəşəng animasiya ilə çıxır da belə deyək. İnteryerimiz ümumilikdə dəri salonda, amma Alcantara kombinasiyalarda var kənarlarında. Damımız Alcantara deyil. Düşündüm burada varsa dedim bəlkə damda Alcantara olar, amma belə qəşəng parça materialdan damımız var. Qırmızı kəmərlər, qırmızı tikişlər belə sportikliyi göstərir bizə. Bu orta barımızı da yatdırsaq, deməli, bir burada yerimiz var. İçi də qəşəng qəşəng yumşaq materialdır bu arada. 2 dənə də stəkan otacağı bu yerdədir. 2 oturacağın arxasında da qovluq yerləri, arxa sıra deflektorlarımız, arxanın bir dənə idarə olunan klimati yoxdur da bizdə, prosta deflektorlardır. Diz məsafəsi də arxası xeyli genişdir bu arada. Yəni diz məsafəsini görürsüz, indi beli biraz da yatsa falan azalacaq təbii ki də, amma arxası okeydir. Baş məsafəsi də 5 barmaqdan çoxdur. Yəni arxada rahat əyləşəcəksiniz. Və ümumilikdə yəni bir Mercedesdir. Bir zəhmət arxası da komfortlu olsun, önü də. Oturacaqların dərinin keyfiyyəti də gözəldir. Və uşaq oturacağı üçün yerlərimiz də var bizim burada. Qapı panelindəki trimlərə də baxsaq, burada belə plastik trimdir bu. Karbona bənzər görünümü var. Qəşəng görünür bu arada. Qəşəng maraqlıdır. Arxa oturacaqların da qızdırılması var ha. Gözəl, sevdim bunu. Buradakı üstdə yumşaq materialımızdır. Belə dəri üzlüklü. Burada da yumşaq, alta doğru plastikdir. Amma ki, onun toxunuşu da belə yumşaqdır. Tam belə boş plastik yerləşdirməyiblər. Qapı tozaqları falan da buralarda da hər yerdə dəri elementlər. Avtomobilimizin açarı da belə görünümdədir.
Burada arxada AMG loqosu, burada da AMG yazısı öz əksini tapır. Qəşəng gözəl açarı var. Bu Mercedes açarlarını bəyənirəm. Sükanımızı görürsünüz, Mercedes-in yeni tip sükanlarındandır. Alcantara üzləmə ilə sükanın üstündə yenə sürüş modlarımızın keçirilməsi var. DSG off rejimi. Ümumilikdə 213 gövdəsinin baza versiyalarında bizim öyrəşdiyimiz o belə analog tip cihazlar paneli ilə də gəlir. O baza komplektasiyalarında, aşağı komplektasiyalarda bu ekranlar falan ayrı olur. Belə daha balaca olur. Avtomobilimizin saxlama yerlərinə nəzər yetirsək, bir həcmli bardaçokumuz bu hissədə var, USB-C girişli. Digəri tam ümidin qarşısında, o da gördüyünüz üzrə doludur, həcmlidir. Ümumilikdə bu paneldə ki, bu trim çox qəşəngdir. Ambiyanslar deflektorlarda gözəl görünür. Burada da yenə dəri üzlüklü paneldir. Расширенная kojaba qapılarda davam eləyir. Burmeister'ı görürsüz. Ön oturacaqların qızdırılması, memory paket. Ümumiyyətlə bunlar fix şeylərimizdir bizim. Cihazlar panelini görürsüz. Yeni stildə qəşəng görünür. Avtomobilimizin yanacaq çəni də 50 litr həcmindədir. Avtomobildə siz 95 oktanlı yanacaqdan 98-dən də istifadə edə bilərsiniz. Avtomobilin şəhər içi yanacaq sərfiyyatı sahibinin sözlərinə görə hardasa 15-18 arasındadır. İndi bir balaca dinamik sürüş göstərəndə təbii ki 18-i falan görmək olur. Belə normal sürsə 13-15 arası olacaq. Amma hə, şəhərdə dinamiklik göstərsək 18-19-u görəcəksiniz. Mənim təxminlərimə görə trasda da 9-8 yəni görəcəksiniz. Gətirsək manual mod. 2 Yox, sürətlənməsi qəşəngdir, söz yox. Belə deyim də, siz 63 AMG modeli alsaz, onu gündəliyə saxlamaq sizə biraz daha baha başa gələcək. Rasxodları daha çox. Amma siz bunun yerinə 53 AMG alsaz, deyirsiniz ki, mən istəyirəm orta segment bir AMG olsun, amma AMG olsun da qəşəng getsin. Okey, onda Y53 sizə ideal seçimlərdən biridir. Rasxod baxımından 63 modelindən daha az rasxodludur. Sərfiyyat olsun, detal baxımından olsun. O cəhətdən başınız dincdir. Gündəlikdir, mən istəyirəm işə gedim, gəlim, həm dinamik avtomobilim olsun, həm diqqətləri çəksin, həm gözəl səsi olsun deyirsinizsə, məncə qəşəng seçimdir. Avtomobilin səsi tamamilə zavoddur. Bilmirəm, siz video sırasında partlamalar eşidirsinizmi, amma o partlamalar hamısı zavod partlamalarıdır bunun. Çox qəşəng səsi var. Yəni, özünə görə gözəldir. İndi Y53 haqqında mənim final sözümü soruşsaz, nə yalan deyim, gözəl avtomobildir. Biz BMW-çiyik, biz B58 sevirik, amma siz 213 gövdəsi sevirsinizsə, 63 AMG də almaq istəmirəm deyirsinizsə, adekvat qiymətə, bu avtomobilə dəyəcək qiymətdə Y53 almaq olar. Və mən düşünürəm ki, bu avtomobilə dəyəcək qiymət, mən olsam Y53-ə maksimum 50.000 dollar pul verərəm. Yaxşı, sıx dirək 55. O da maşın çox yaxşı vəziyyətdə olmalı, çox az probeglə. Hətta yəni 55 də biraz çoxdur artıq. İdealı 40-50 arasıdır, yaxşı maşına o pul verilir. Çünki absurd qiymətlər qoymağın adı yoxdur bu avtomobilə. Azərbaycanda istədiyiniz yoxdursa, məsləhət görürəm, xaricdən gətirin, gönlünüz istəyən komplektasiyada. İndi burada reklam inteqrasiyası ola bilərdi, xaricdən avtomobil gətirən şirkətlərin, amma yoxdur. Nə vaxtsa biz özümüz şirkət qursaq, özümüzün reklamı gedəcək. Y53 AMG incələməmizi də bu yerdə sonlandıraq. Ümidvaram videomuzu bəyəndiniz. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Yolumuz düzəlsin, adətən ənənəyə sadiq şəkildə basa-basa gedək. Downshiftlərimizi verdik. 3